Bu ilin ilk ayında 3657 nikah və 1729 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahlar azalıb, boşanmalar isə artıb. Vətəndaşlar nikahların azalmasını sosial-iqtisadi vəziyyətlə əlaqələndirirlər. İnsanlar maddi qazancları az olduğuna görə evlənmək istəmirlər. Həm də qorxurlar bəzən. Bəzən qorxurlar ki, dolana bilməzlər, bir-birini başa düşə bilməzlər ona görə. Məsələn, mən bir gənc olaraq fikirləşirəm ki, ilk öncə evim olsun, maşınım olsun, bir normal işim olsun sonra. Amma bu hal-hazırdakı şəraitdə bunlara uyğun olmadığına görə bir gənc olaraq əlbəttə ki, evlilik öhdəliyini üstümə götürə bilmirəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə deyir ki, nikahların azalması birbaşa olaraq orta nikah yaşının çoxalması ilə bağlıdır. Bugün Azərbaycanda orta nikah yaşı olanlar üçün 28, qızlar üçün 24 yaş müəyyən olunub. Bu nədən irəli gəlir? Bugün gənclər prioritet olaraq təhsilə və karyera üstünlük verirlər. Bu səbəbdən də nikahların sayı azalmağa, nikahın orta yaşının çoxalmasını gətirib çıxardır. Rafiq Mahmudovun sözlərinə görə komitənin ailələri əhatə edən məsələlərlə bağlı araşdırmalar onu göstərir ki, son dövrlərdə artan boşanmalar adətən fərqli motivlər əsasında baş verir. Edilən araşdırmacı mütəmadi olaraq keçən görüşlər onu göstərir ki, son dövrdə boşanmaların motivlər arasında daha çox sosial şəbəkələr təsiri, maddi səbəblər, həyənət, uşağın olmaması, zəhərli vərdişlərə alıcıçilik, zorakılıq kimi faktorlar olur. Tələsirlər, həvəsə düşürlər, sonra da başa düşürlər ki, səhv addım atmışıq və səhvlərindən dönmək üçün də boşanırlar. Ən əsas ailənin dağılmağına səbəb maddi yöndür. Yəni maddi cəhət, yəni əsas şərtdir. Güzəşt eləmirlər. O deyir mənim sözüm qəbul olsun, bu deyir mənim sözüm. Buna görə də gərək güzəştə gedəsən. Xatırladaq ki, 2023-cü il pandemiya dövrü istisna olmaqla son 20 il ərzində ölkədə ən az nikah bağlanan, boşanmaların da ən çox qeydə alındığı il olub. Aytən Fehruz, Davud İbrahimov, Xəzər xəbər.